Nədən qorxmuram? Ümidim Pənahın prezidenti idi ki, bölgülərimiz var. Orada da məktublar istəyirsiniz gətirim, hamısını töküm. Bəlkə yuxarıda bir otaqda kağız olub. Buyurun, adınız, familiyanız, ünvanınızı deyin. Familiyam Xəlilova Zöhrə Səməndər qızı. Ağsuran 3-cü məhəllədə yaşayıram. Bəli, buyurun. Bəyəmli kənd sakiniyəm. Nə baş verib? Ayın 13-ü, 14-də keçən gecə. Hansı ayın? May ayının. Bəli. May ayının 2016 tarixdə. Bakıya getmişdim. Gedəndə də burada bir-iki dələduz hərrənirdi, aşağı yurtda bir ay idi. Hərrənirdi. Güya yurd yiyəsi ilə gəlib gedir. Dedim ki, bura adam qoymam, mən Bakıya gedəcəm. Ola bilər günortadan sonra gəldim. Nə axırı baş veribsə, qapıda 2 dənə aktiv hürən itim o qədər yedirtmişdilər ki, it sabahın saat 12-də durub Kərim müəllimə cumur. Ki, yəni it onda ayılıb özünə gəlib. Gəldim mən, biraz həyat bazıda orada gördüm buralarda. 2 gündə ondan irəliyi darvazam döyülüb. Adın ayrı deyib, gecə saat 11-12-də. Adın ayrı adama deyib. Onu da araşdırmış, o incəvarı gelib dükandan pivə alıblar. Bu da belə çıxıb ortaya. Ön dalında 12-1-ə işləmiş, telefonla danışıb həmən oğlan, bələdçi oğlan. 2 dəfə bu da görünüb, bu da boyun almadı. Gecə qapım döyüləndə də dedi, axşamın xeyir. Mən də dedim, ay bala, çıx gedi buradan, polisə zəng eləyərəm. Bu nə hərəkətdir, siz az müddəti, son zaman bunu eləyirsiniz. Gəldim, nəysə, 13-cü gecəsi, gəldim, gördüm, küncdə bir qazel dayanıb. Dedim ki, bu nə deməkdir, ay Allah, o şey qazel də gəlib dayanıb. Belə deyəndə, bu qayıtdı ki, düşdü oğlan, bu yurdun yiyəsi. Düşdü yiyəsinin oğlu. Yurdun güya kiməsə göstərir, gecə saat 8-də. Telefonlara baxıyor ömrümüzün olsun. Siftə əlimdən aldı onları, qırdı. Əlimdən deyəndə o stolun üstündən. Onları elə burada dikiş maşınına qoydu ayağının altına. Buyurun, danışın adı sənə. Nəysə, qorxu canımda saat 2-yə 15 dəqiqə işləmişdi, televizor oxuyurdu, buradaydım. Yata bilmirdim. Durdum ki, gedim o itə biraz qatığı verim, görüm bu nə vəziyyətdir bu itə alınmanı. Aşağıdan da o qapını bərkidim, bir balaca ara qapı var orada toyozat keçməyə. Oranı bərkitməyə gedəndə iti durğuza bilmədim. Qatıq töktüm, gördüm, heç tərpənmədi. Allah haqqı, o Allah haqqı bir dənə səhv söz yoxdur ki burada. Nabarut hələ öz indiyəcən yaşadığım əqidəmə bir az kəsir deyirəm hələ. Gedib ona bağlandı, demə bunlar hazır keçirmiş, bu öyün dalında durumlarmış. Mən də gedib ara qapını təzdən bərkitmişəm. Onda onun biri həmən bələdçi oğlan gəlib buradan girir kravatın altına. Bu işığı da yanlı qoymuşam, o işığı da. Ki, bağ görüksün. Gəldim içəri girəndə, elə bil mənə bir tək yaşamışam, nəmişəm. Gördüm ki, bir nəfəs kimi, bir sigaret formasında, nəsə məni elə bir qarsıdır. Uzandım yerimə, heç nə hiss eləmədim. Oradan da pərdə sallanın aşağı, üstündə pərdə var. Uzandım yerimə, gördüm ki, yuxuya getmək üzərə, gördüm bir dənə cırmaq səsi gəlir. Elə bir nəsə mişar çəkirsən, cırmaqlayırsan, orada palazın altında. Dedim, ağlayıb, balışımda nə var? Nəysə, yorğun olduğuma yuxu aparım. Nədə? Qapını da içərdən də bağlamışam, qapını da sınığını çəkərsiniz. İçərdən bağlamışam, daha yuxuya getmişəm arxain şəkildə. Ki, qapı bağlıdır. Bir də onu 15 dəqiqə keçməmişdi da, 2 olmamışdı. 15 dəqiqə çöldə ləngimişəm itinə qapını bağlayım. Gördüm bir dənə şey belənçiqinə özümü eləyir, nəsə ağzımı tutmağa qaranlıqdır. Elə bildim, haradasa qalmışam, yuxu görürüm. Gördüm ki, yox, bu canlıdır nəsə. Belənçiqinə ağzımı sıxanda qorxu düşdü mənə. Ay Allah, o televizorda da həmişə görəndə qorxardım. Bunun əllərin vuruldum ağzı üstə, belənçik astım, sərt astım bunu. 2 dəfə dərin nalə çəkdim. Allah dedim. 2 olmazdı. Qayıtdı səsləmə, səsləmə. Səs-küs deyəndə qaç işığı yandırın. Demə, bu qapını içərdən qırmaqla çəkər, cəftəni açmaz səs. Nəsə, axırı hazır gəlib, işte bağlı qapıya bu. Nə inənsə, axırı qapının daldan işığı yandır deyəndə gördüm 2 dənə maskalı bu arxa tərəfimdə durub, oturmuşam. Da əllərinlə çarpışırıq. Buna qaç işığı yandır. İşığı yandır, gördüm 2 dənə maskalı bundan başqa. Böyün içində. Özümdən də gedmədim, özümü təkəmdə qururlaşmaq istədim ki, bunları başa salam. Gördüm, Bakıya yaylıq verir. Onun üstünə kətan yaylıq atmışam, balışıma kətan dəsmal atmışam, bir təhrib eləyəndə lazımı. Yaylığı verdiyəndə yaylıqla ikisi köməkli sarıdı burun qarşı ağzımı. Sərildim oradan yerə, xırıldayıram. Burada qayıtdı ki, hələ qoyum öyle. Bir qat ki, hələ qoyum öyle.
Bu mənim burnum açanda doğrudan da insan ölümü neymiş, ne bileyim. Doğrudan da özümden gitmiş kimi bu peçin üstünde su var idi. Getdiler o sudan. Dedi hələ qoy belə quruşqa da verdi. Saymazana quruşqanı su qarşılatdı. Arkadan oturdu stulda tuttu ellerimi belensini. Elə vallahi çəkinəm ki özümə də belə şey yaraşdırıb danışanda. Dedi ki belə elədi əli ilə. Əli yalın idi biri. Arkadan mən tutan əli yalın. Bunlar ikisi fəhlə köhnə əlcəkli idi. Uzun qara köhnə paltar geyiblər, düyməsi açıq. Əlləri əlcək görülməsin. Bu arxadan mənə tutan əli yalındı. Zırmaq da düşüb burama. Əli yalın. Dəsmalı boynuma salanda buramda da nəsə axırı ekspertdə ləngit işi bura gətiriblər. Qaydı bu dedi ki belə elədi, bıçağı ver əli ilə. Onda əlim belə eləyəndə, belə alanda gördüm ki cırıq kimi var əlin üstündə. Uzun arıq barmaqları var idi qara. Hə, orada parlar şöbədə onu mənə göstərəndə bir dənə onu ilə üzləşmişik, bir də aşağı yoldan üzləşmişik deyəndə çox yüngül mənə sual verdilər ki, nətər olub, belə olub 2 saat 2 ay başım çörür kimi cavab verməkdən. Bunlar elə hey Sübüz Həmədov deyir ki, əşi, bura ləpirsən Allah, burada indi gedək, gətirək, əqqabılı gəzək. Daşdı qapı, bu da palazı, orada dikinə şərpə götürüb yumuşam ayağı altı dəydiyinə. Süpü kimdir? Sübüz Həmədov rəsm birinci mavini keçib təzəlikcən, çox bisabat, açıq deyirəm. Bu burada meydan soruyor. Yox, elə adam var ki, qışqırır, əlin qolun bağlayır, deyir ki, öyümü yarıblar. Mənə nə düşüb? Heç mən yetim vaxtı rayona gələndə, mən heç özümə bir konfetinin gün keçirtmişəm mən. Mən elə bir hərəkət eləməmişəm. Aksi, məni yandırmın. Obri-obrindən pıçılır ki, yaxşı pul var burada. İstəyirsiniz göstərim də hərəkətlərini, istəyirsiniz. Həmin adamları tanıdınız, siz adlarını deyə bilərsiniz, həmin evə girənlər. Adı Asim Abbasov biridir, qapımda fəhlə işləyib. Dəqiqliyi ilə bunu elə Ağsu rayon sakinidir. Tam oxşar, hə? Bəli, Ağsuda 2 küçə bizdən oynadı, pastenli qapda çörək puluna ehtiyac olub, usta ilə işləyib. Digəri kimdir? Digəri də İstalovada elə Pirəsənlidir, bu da Pirəsənlidir, Ağsuda yaşasa da. Polis də Pirəsənlidir. Polisin adı familiyası nədir? Polisin adı familiyası, bax bunlar dedi, amma başıma batırdı. Bu 1-2 il bundan əvvəl məndən polis deyib, qaydı məni hədəliyib. Həmin polis. Sən başqa bəli, sən başqa adı nədir onun? Əhmədovdur, səhv eləmirəmsə, Mirqamətdə adı. Pirəsənlidəndir. Bəli, Pirəsənlidəndir. 20 gün keçməmiş bu çıldıraq çıxdı ki, uca tanınır ki, kimlərdir. Mən çıxartmaq istəmədim ki, qoy özləri tapsın. Demə, özlərim onu su əzbər bilirmiş. Bu İdman meydanda əsərlənər, vurar özün yerə, nə isə infaq keçirir, gəlir balnisə götürür, gedir Bakı, 7 gün, 8 gün bunu hospital saxlayır. Həmin polisini Mirqamət Əhmədov. Bəli. Allahdan başqa bir də qanunda səhv eləməkdən qorxuram. Əsas Allahdan qorxuram. Siz polis rəisinin yanında olmuşsunuz məsələnin? Çox, polis rəisi qapıya gəlmişdi. Kimdir polis rəisi? Polis rəisi, bir ağ dedi. Eldar Paşayev. Bəli, hə, odur. Bəs prokurorun necə? Prokuror da əvvəlkinə yazmışdım, o çıxıb gedib, onda elə getə-gediydi. Buna da Bakıdan Respublika prokurorunun gəlir məktub, mənə də gəlir, mənim yazdıqlarım mənə qədər buna da gəlir. Yaxşı, bunlar nə deyirlər? Polis nə deyir? Polis ancaq day sürmüşəm, al günün altında, öyümdən səhər, axşam gedirəm saat 8-də, 7-də, sabah saat 9-da onda gəlirəm. Qapılarda, orada, burada. Siz tək yaşayırsınız? Bəli, tək yaşayıram. Mən beləncəkinə zülümlə, lapatqamı külün gələmişəm mən. Öyti kimişəm ki, mən heç yerdə qalmayayım. Necə hörmətli yaşamışam, elə də hörmətli yaşayayım. Nə də axlıma gəlməz ki, belə bir vəziyyət mən üçün yarana. İndi nəfsin sənə güc gəlib. Ay ana bacı, ay polis, ay oğru, ay bir ana deyə bilmərəm, tullantının sütün əmən. Bu nə davranışdır, nə hərəkətdir? Qoy gözün qabana ki, sən ana bacı, belə eləsələr nədər olarsan sənə? Yağın yaxşı təsir edir. Sizə nə ziyan vurublar? Mənə 50.000 manat, onun 10.000 manata yaxını qızıldı. Onun 40.000 manat, 42.000 manatı puldur. Hətta Kəbəyə gedəcəyim ayrı toğcuca pulundan, meyvə pilindən ayrıca o qoyduğum pulu 10 manat, 20 manat, 5 manat ki, bu Kəbəyə gedəcəm, bu Kəbəyə ora yığıram. Hətta bax burada, bu qapın içində 7 manat nəzir olduqcan qoyurdum.
nəzir qoyanam, Quran oxudanam, özüm Quran öydə çoxdur, özüm Kəbə balasıyam, hacı balasıyam. Bax, bir elə şey əndərdilər, bura doymadılar, yığdılar apilka kimi. Daha özümdə ola bilmədim. Zərbə üstündən, ondan sonrasına yanı ki, öyümün içində bu hərəkətlər, əlim qolum bağlı. Bunun içindən hətta onu da götürdü, nəziri də götürdü. Quran haqqı. Katibin də yanında olmuşam. Kimin? Bu şəraiti yaradanlar var ki, Aksu, mən belə deyərəm, qorxusuz deyərəm, özüm də Aksuda yaşayırım, özüm də tək yaşayırım. Amma dəfələrlə sülh yolu ilə hamısının qapısını döymüşəm. Bir dənə qara manat da istəmirəm, istəməyəcəm, torpaq yalayacam, tikiş tikirəm. Əlimi çörəyim ki, amma haqqımı geri istəyirəm, haqqımdan irəli tapdalanmış hüquqlarımı istəyirəm. Qanun bu işə ciddi yanaşsın. Mən üzümü tuturam, əgər məni görəcəksə, prezidentimizə ümid yerim, son ümid yerim. Mən üzümü tuturam, qadındır, Mehriban xanıma. Mən üzümü qadın hüquqlarına tuturam, insan hüquqları. Bəzi televizorda, radioda belə deyirlər ki, insan hüquqları toxunulmazdı, qadın hüquqları toxunulmazdı. Onlardan güclü imkan istəyirəm. Ancaq imkan dediyim budur ki, hüquqlarım bərpa olunsun, öz şəxsi malım geri qaytarsın və ciddi cəzalandırırsın mənə yaraşmayan öyümə soxulmuş. 20 ildir mən bu rayonda tək yaşayıram. 10 ildir də bu yurtda yaşayıram. Təm təksə öy tikmişəm. Heç bir rəhbər mənə kömək eləməyib, nə də istəməmişim. Gedmişəm katibin yanına. Katib kimdir? İcra başçısı. Bəli, icra başçısının. Ənvər Seydəliyev. Bəli, məni tək qəbul elə. Həmişə bir salamla da olsa, elə bir talih yaşamışam ki, quru bir təskinliyə ehtiyacım olub mənim. Onun o quru təskinliyi məni qane eləyib bəzən. İndi xahiş eləmişəm hamısına ki, bu işə rayonun rəhbərisən, Allah canınızı saxlasın. Əvvəl vətəndaşı, əvvəl zəifi, əvvəl günahsızı yerdən qaldırın. Nədir? Polis şöbəsi, nədir? O biri mavinin adı. Buradan hansı form ilə getmişdi? Bu qapıya minnətçi gətirirlər. Mən şübhələndim. Dedim, bu ayrı xınadır. Bunlar bu əmla ki, mənim təkliyimlə götürüb xərcləmək istəyir. Gülə-gülə. Bunlar bir-birinə fıçıllayır. Mən qapıda bunların hamısına dedim ki, çıxın qapıdan. Çıxın qapıdan, sizə iş verməyəcəm mən. Gətirəcəm, çəkiliş edəcəm, gətirəm. Bu nədir deyirsiniz ki, əlin qolun bağlayır, kimsə qışqırır. Mən heç acınacaqlı vaxt onu. İndi mən tək qadın olanımız kiməsə göstərirəm. Yaşadığım yer buradır. Tikdiyim də odur, zavodun oran-buran köməkdaşları ilə. Hələ bir remontu yox, bir yaşamaq yeri yox. Siz belə fikirləşirsiniz ki, bu cinayəti polis şöbəsi və prokurorluq örtbasdır edir. Mən belə fikirləşirəm. Açığı polis şöbəsi, prokuror təzə gəlib. Amma mən bir dəfə çağırılmadan yanına getmişəm. Məni narahat eləyən ən böyük budur. Yubana indi deyirlər ki, 3 aydan sonra qoyulacaq Arifə, gedəcək polis açanaqdır. Ay kişi, təkrar əgər mən bunu əl yazma ilə yazıramsa, altına imza atıramsa, mən böyük məsuliyyətə girirəm. Özüm savadlıyam mən. Mən necə bunu yazıram, imza atıram ki, mənim şikayətim polis şöbəsinə, axıran unutmuş rəisinə qədərdir. Niyə cavab verilmir, niyə qaydır gənə? Həmin yerə qaydır məktub. Bunlar da mənə deyir ki, hətta dünənə qədərinə, müstəntiqi də, mavini də, o birisi, rəisə mən bir xahiş edim, yalvardım ki, təhlükəsizliyim də təmin olsun üçün öyümdə yataram, öyümdə qalaram. O da heyvandır, uluyur səhərə qədər. Mən qapından çıxanda uluyur səhərə qədər o. Dedi ki, nə qarmalıyım, geyib sənin qapında yatmalıyam. Vətəndaşa böyüklər böyüküm onu demir. Bizim rəhmətli ki, dahimiz olub, prezidentimiz olub. Heç olmasa televizorda olub görmüşük ki, əyilib körpənin üzündən öpüb, əyilib bir ananın qolunun boynuna salıb. Nəyə görə, kimə ümid olaq ömür olsun? Bu rayonda şəxsən mən kimə ümid olum? Bax, tək məni kimlər kimə ümid olsun? Buyurun. Amma mən öz hüquqlarımı tələb edirəm. Öyümdən gedən. Bax, kimisə qapısını döyür ana, kimisə qapısını döyür qardaş, ata, ailə, maşın sürür, yemək gətirir, xidmət eləyir ailəsinə. Mən onda Allahın Quran haqqı, harada yataram, orada dolaşım. Mən onda gəlirəm, dolub girirəm içəri, xain zad döyürüm. Açıb onlara deyirdim ki, siz varsınız. Neyim çatmayanda siz varsınız mən üçün. Sizdən xərcləyəcəm, pis olmayayım. Gəl sən onu polis nəfəri sal içəri. İndi gəlib, nə bilim mən. Gəl xəbər
xəbər göndərir ki, mənə qarğış eləmə, gəl filan. Ay ki, səni Allah qarğış eləsin. Mənim öyümə o cındır uşaqları salana Allah qənim olsun birinci. Onlar çünki quldular, onlar 5 manata 10 manata girib bəlkə də oya. Amma sən hansı vicdanla cınaqva pagon qoymusan? Ağ suda, vəbşə şöbə yox hesabında da açıq. Yox hesabında. Prokurorun yanına gedmişəm. Birinci məni danışdırdı o an ben qayıt ki, bəs deyirsən, bax sizə dedim də indi bu sözləri. Bəs deyirsən ki adam idi. Sonra deyir ki, bəs deyirsən bir adam. Ay kişi, mən danışığımda ədəbiyyatçıyam, mən yanılmaram. Mən heç olmaz öz hüquqlarından başqa bir neçə hüququ da mən bərpa eləyirəm. Sən mənə niyə belə axıb yandırıcı suada belə mənə bundansa deyim ki, belə bizimdir. Sən təksən, get öl. Ancaq bizim Azərbaycan ölkəmizin adının axırında bu mənim şəxsən öz sözümdə can sözü var. Azərbaycan can sözü var bunun axırında. Onu mən yazanda da görələm. Bəs deyirlər ki, ana torpaq. Bəs deyirlər ki, ana vətən. Mən də buna inanırdım. Bax, bu yaşımda silah salıb cınaqlamını çoxlar deyirəm, amma mən şəxsən gedərəm. Mən torpağı qorumaq gedirəm. Amma ki, bəs ana evladım bu qədər təxirdə qoyar. Mehriban xanıma da yazmışam, indi çatıb-çatmayıb deyəm, mənim 3 dəfə cavab gəlib. Prezidentə yazmamışam. Respublika prokurorluğuna İldırım Nəciyəz mənə dəvətə çağırdı, getdim. Eyni Absu şöbəsinin dediyi sözü mənə dedi. Əlin qolun kimsə, bura bax, buradan hirslənməyə sənin haqqın yoxdur. Bizim haqqımız nədədir? Heç kəsdən heç bir şey ummamışıq, ağlayıb, özümüz kirmişik, özümüz ağlayıb. Bu evi mən tikmişəm da, mən qadın xeylağı hasarı çəkib içərisində kol hasarı idi. Ağlaya-ağlaya tikmişəm də, bəs buna kimisə ixtiyarı var. Sonra çağırıb Samir müəllim Respublika prokurorluğuna çağırmadan onun yanına getmişəm ki, şöbələrə nəzarət idarəsinin rəisidir, səhv eləmirəmsə. O da biraz danışdırır filan. Xahiş, minnət yaxşı get düzələr. İndi gəl, nə heç nə düzəlmir. Heç bir şey düzəlmir. Ancaq mənə axın-axın yazdığım, zülümlə yazdığım məktublar gəlir ki, verildi şöbəyə ora, aiddir ora verildi. Mən oradan şikayət eləyirəm. Mənim işimə nazir özü baxsın. Mənim işimə baxsın, xahiş edirəm, çox xahiş edirəm, bir yetimi kimi, bir kimsəsizi kimi. Mənim işimə Mehriban xanım baxsın. Nəzarətçi göndərsin, nümayəndə göndərsin. Bu yalan ola bilər. Quran haqqı, imam haqqı, Allah haqqı, pir haqqı, mecid haqqı. Hələ bəzi buna bax. Haltarları özüm götürmüşəm, utana ki, ayağını qaldır, ayağını qaldır. Mənə dinlər deyirlər ki, ged otağı təmizlə. Niyə təmizləmirsən? Biz bu işə baxacaq da. Biri əli yalın, qapında o açıb, arxadan. Ağzımı da o tutub, qravata da əlim vurub, yaylığa da, paltarlarım getdi şöbəyə. Nə təri o adamın əlizi düşmədi bura? Hamısı mənim əlizim çıxdı güya. Güya hamısı mənim əlizim çıxdı. Bax, bunu bu qırıb da. Bunu bu əyib qırıb, basıb vərinə tər eləyibsən. Hamısı atmacalı sözlərlə. Kərim uca burada nə qədər minnət eləyib, minnətçi gətiriblər. Pənah Nəciyəzi bilmirəm, qaçqındır, laçınlıdır, haraldı. O da mənə bacı deyə, ay bacı gör nə olacaq, filan nə olacaq. İndi telefonu açmırlar heç biri. Öz haqqımı istəyirəm, öz hüquqlarımın bərpasını istəyirəm. Nə zərəl vurubsa mənə qanun yaransın. Onlardan da səvayı, zərəldən də səvayı ciddi cinayət məsuliyyətinə cəlb olunsunlar. Ona görə ki, mən artıq öyümə, bax zülümlə tikdiyim öyümə öyüm demirəm. Yaşamıram burada. Nə üçün tikmişdim? Bəs bizim ölkəmiz hanı? Xarici siyasətlər adamı xoşuna gəlir. Eşidəndə, görəndə həmişə deyirdim ki, bizim prezidentimiz əgər başqası olsaydı, vallahi bu dünya belə durulmaz, ay adamlar, belə danışmam filan. İndi özüm elə bir vəziyyət deyəm ki, bax, işıq gələcək, işığın şüşələrinə bax, işıq yanmır, rayonda işıq söhbəti yoxdur. Astılar, nümayəndədən. Mənim həyətimə də baxarsınız, 10 dəfə su idarəsinə gitmişəm. Sayılıb-sayılmamaqda bu günahdır. 10 ildir suluyub saxladığım, qab suyun tökdüyüm ağacın 3 dənəsi quru-qurudur. Gülü töküldü, meyvəsi töküldü. Belə rayonda heç qanun yoxdur deyərəm mən, qəti. Qorxusuz deyirəm, bizim rayonumuzda qanun yoxdur. Kimin gücü kimə çatırsa, çünki mən şöbəyə bəlkə 50 dəfə aşağısı bu 3 aya 6 gün qalıb. Ağlaya-ağlaya getmişəm. Heç biri sayılmaz, telefon açmırlar, gedirəm.
Deyirəm belədir. Deyir bu eşitməmişəm. Də hə nə olub, nə olub belə dünən getdim buradan. Mən acına cağlıyam, biz vəziyyətdəyəm. Mənim oğlumu zindüyünü salımını Məzahir Musayevdir. Allah atasını rəhmət etsin. Seyid özü qonşudur. Doktordur, həkimdir. Bax bunu zırıb yorğan üzündən çıxartdı. O yorğan üzündən çıxartdı. Bunu bu döşəyi bunun üzündən zırdı çıxartdı. Bunu belənciyinə qoyub ayağının altına bıçaqla şırımla bir düyüm vurmuşlar ət tağanın quran haqqı qoluma. Əgər mən ayağımı bir tər bu səfər kətanla da belə qoyub sarmışdılar. Ekspert deyir ki, onlar qərar versin, mən sonra rəy verim. Gedirəm oraya, deyir ki, ekspert yalan deyir, göndərməlidir. Amma mən bu qanunları bilirəm. Yəni deyirəm ki, şeytanın hədi bəlkə düzələr. Demə, bunlar mənə alladırmış. Rayonda ancaq qazanc. Oğurluq, dükan yarmaq. İndi bax, mən bu işi eləyəndən 40 gündə oğurluq dayanıb rayonda. Məndən sonra zərgərin dükanı yarıldı. Məndən sonra böyük işməlinin oğlanların dükanı yarıldı. Ondan sonra bu yanda bir qadın var, İsrən yanına getmişim, deyir, nə var? Belə. İndi Tanrı ortaya Allah'tan ayan oldu. Son olaraq kimə müraciət etmək istədiniz? Son olaraq çox körələ iç dünyamız danışmaq üçün. Ancaq o vaxtı da çox demişəm ki, o mülki işimizdə qardaşım mənə qəsd elədi, ata böyle bir adım deydi, aldı, nəsə gəldim düşdüm çöllərə, ailəm dağıldı, 2 ay gəlin oldum. Mən son ümidimi, son sözümü, ürək sözümü bir insan kimi, bir qadın kimi iç dünyamın mehriban xanım məni qəbul eləsin ona deyə bilərəm. Heç nə də istəmirəm. Ancaq deyərəm, mən ondan bir doğmalıq hiss eləyirəm. O vaxtda da Heydar Əliyev rəhmətliyi mən çox görmək istədim, can atdım. Prezident aparında çox getdim. Amma vətəndaşımda nəsə alınmadı, görə bilmədim. İndi də orada şəkillərini gördüm. Ağlamaq tutur Əysin binasında mənə. Dedim, onlara hörmət qoyun. Onların da dünyası var idi. Nəyə görə? Onlar əyilib üzündən öpürdü uşağın, ananın boynuna qolun sardı. Sizi məni saymaz eləmiş, axı mən əqidəli qadınam, axı mən ağır qadınam. Axı mən təmənnam olanda da onu heç kimə bildirməmişəm. Çox xahiş edirəm, çox yalvarıram, üzümü tuturam, şəxsən prezidentə, Mehriban xanıma. Mən heç bir əyilmək üçün yox, insanlıq hiss edirəm onlardan. Onun üçün çox xahiş edirəm bu işə ciddi yanaşılsın. Məni meydanda tək atmasınlar. Mən yaşamaq üçün də istəmirəm, amma həmişə qürurluyam. İstəyirəm ki, bu işin üstü açılsın. Bəlkə bu rayona bir duruluq gələr. Gələndən gələnə özün göstərməsin heç kim. Həmişə bir-birinin qayğısına qalsın, insanlığın qayğısına, insanlığı qoruyalım. O qədər mən qadın olsam da nə qədər insanları mən yergəndə müdafiə eləmişəm. Xörəyimi döşünə götürüb qoymuşam. Bir qaratikan kolu var idi, burada başına cığar atıb, onun altında qəhvədən qaynadırdım mən. Mənim bu böyle əziyyətimə, indi mən bu yaşımda biraz rahatlanalım. Tahir doktor, Məzahir doktor, Seydağa doktor, Allahın Qur'andakı mənə havayı müalicə eləyirlər. Ki, dəli olarsın, iraq olsun, səbirli ol biraz. Deyir ki, dirəşir sübü, Məzahir doktorun üstünə deyir ki, bunun qol nətər olar? Üzr istəyirəm. Bax, bunun birini götürüb, qıçlarımı buradan aşağı sarıyıb, ayağımın üstünə bir düyüm vurub, kalkotkanı. Sübü, anam var, qızım var. Bu yaxşı hərəkətdir. Şəxsən rəisin özünə dedim, sən dəsmalı çıxardıb gözümün yaşını silməkdənsə, burada yekə gəlib girmişsən qapıya. Tez olun. Bu kimdir ki, bu öyə sizi buraxmaya? Öyün zəhmətkeşi, öyün ağları. Sən tikiş tikəndə gəlib sənə demişəm ki, mənə 1 manatı ver. Ay, ona da göz tikirsənsə verim. Verim, nə deyirəm? Lapetin hər şeyini daşıyırsınız. Ölənlərin axtı bağlanır. 50 dənə bu rayonda haqq hesab olur. Və bax, hara, mən özüm üçün demirəm, bir cana boş deyim. Bu hara gedib çıxacaq? Axı bunlar üstü açılmadıqca bizim qanunlarımız İraq olsun sayılmaz olur. Həqiqətən deyirəm mən ki, bunların üstü açılmadıqca qanunlar sayılmaz olur ki, qanun yoxdur da. Zöhrəni ön yardılar, boğdular, ekspert vermədi, prokuror baxmadı, rəis baxmadı. Nə oldu əşoru ön yardılar. Gedin filan kəsi də eləyin, filan kəsi də belə eləyin. Ümumiyyətlə, oğurluqlar çox olur rayonda. Üstü açılmayan oğurluqlar çox olur. Allahın Quranın haqqı çox. Neçə dənəsini mən gəzmişəm hələ ki, siz nətər elə düz açıldı. Nətər yarıya qatı tam axırıncı %10% qalanda əldə. Deyirlər ki, hə, getdik bunu sumdan həracıqdan tapdı, qalan bu idi.
Ancaq bunun hamısını işin görən şöbədir. İşin mən açıq deyirəm. İşin görən şöbədir, mavinlərdir. Ondan sonrasına nə bilim hal-hazırda müstəntiqin əlindədir iş. Mənə bir dənə şeyi göstərdilər. Serokopiya. Serokopiya göstərdilər. 2 dənə belə nöqtə göz var. Ondan başqa bunun qaşı yox, başının tükü yox, ağzı yox, burnu yox. Kişi bu iş aparmaq deyir, cinayət işi qaldırmaq deyir bu. Mən bu adamları yerbəyer bir dənə tapmışsınız, qoymusunuz başınızın altına. Adamları yerbəyer mən deyirəm sizə. Siz yenə məktub gəlir ora, mənə hədə gəlir ki, bu de axır bizim üstümüzə qayıdır da, getməklədir. Mənə o bu yardım edir ki, get öyrə dərdi, get yol pulu ilə, get yenə. Təşəkkür edirik. Həsət gedib gəlmirəm ömrün uzun olsun. Həsət yeyib gəlmirəm. Çox əziyyətlə yeyib gəlirəm. Su butulkamını, tər paltarım, özgə maşın, ondan düş ona min. Başımı o prokurorun ciyə gedəndə Samir müəllim, Seymur müəllim. Başımı külək, isti külək o qədər qoğurmuşdu Quranı. Görə bildim ki, tüklərim sınıq-sınıq olmuşdu. Axı, nəyə görə bir yetim qadını sizin olanla gözdükdünüz? Nəyə görə onu yuxusunda qorxuzdunuz? Nəyə görə Hacanla patkasını əlində almışdınız? Hacan ona bir köməklik göstərmişdiniz? Qəbul eləsin, birizə də və məni qəbul eləsin. Xahiş edirim, bəlkə ona deyiləsi sözüm var. Bəlkə bir ana, bir bacı, bir nətər deyirlər, əziz, bir doğma, bir qayğı keş görürəm onu. Bəlkə bir ona söz deyəcəm, ona məni qəbul eləsin. Xahiş edirim, vətəndaşam, tənhayam. Çox sağ olun. Allah sizə də kömək olsun.